لله رب العالمين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين نبينا محمد وعلى آله وأصحابه أجمعين. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Muhterem Müslümanlar, yine mevzumuz Riyadus Salihin, İmam Ennebevi'nin Riyadus Salihin kitabından səbir bölməsinin hədisləridir. Və bugünkü dərsimizdə səbirlə və səbir etməyin fəziləti ilə əlaqəli iki hədisi götürəcəyik. Və birinci hədis Əbu Sa'id İbn Malik İbn Sinan Əl-Xudridən, yəni Əbu Sa'id Əl-Xudridən rəvayət olunur. Əbu Sa'id Əl-Xudri deyir ki, Ənə nəsən minəl ənsari səəlu Rasuləllahi sallallahu aleyhi və səlləm fəə'tahum. Thumma səəluhu fəə'tahum. Əbu Sa'id Əl-Xudri deyir ki, ənsarlardan olan bir qrup səhabə Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin yanına gəlib, ondan öz ehtiyaclarını ödəmək üçün mal istədilər və ya ərzaq istədilər. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm onlara verdi, yəni istədiklərini verdi. Sonra yenə gəlib istədilər və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm onlara yenə də istədiklərini verdi. Həttə nəfidə mə ində. Sonda Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin özündə olan, əlində olan mal tükendi, yani bitti. Fekale lehum hine enfeka kulle şeyin biyedihi, yani Peygamberimiz sallallahu aleyhi ve sellem elinde olan malı hamısını, yani onlara verdikten sonra, hacledikten sonra dedi. Ma yakun indi min hayrin felen eddehirahu ankum. Benim elimde olan hər hansı bir xeyri sizdən əsirgəmərəm. Yəni Peyğəmbərimiz sallallahu əleyhi və səlləm onlara bildirdi ki, yəni əgər mənim əlimdə nəsə olsaydı, mən bunu sizdən əsirgəməzdim, verərdim. Yəni tükəndiyinə görə verə bilmirəm. Yəni ümumiyyətlə Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bildiyimiz kimi səxavətli idi. Səxavətli idi və həmişə heç vaxt özündə artıq mal saxlamazdı. Onu Allah yolunda xərcləyərdi. Və sonra Peyğəmbərimiz sallallahu əleyhi və səlləm dedi ki: "Və-men yesta'fif yu'iffehullah." İffətli olmaq istəyən kimsəni Allah iffətli edər. İndi inşallah gələcək izahı burada. İffətli burada nə qəsd olunur? Və sonra dedi ki: "Və-men yestəğni yuğnihillah." İnsanlara möhtac olmaq istəməyən kimsəni, yəni özünü varlı göstərən, insanlara möhtac olduğunu göstərməyən insanı Allah heç kəsə möhtac etməz. وَمَنْ يَتَصَبَّرْ يُسَبِّرْهُ اللّٰهِ. Və səbir etməyə çalışan kimsəni Allah səbirli olmağa müvəffəq edər. Və sonra buyurdu ki: وَمَا أُعْطِيَ أَحَدٌ عَطَاءً خَيْرًا وَأَوْسَعَ مِنَ الصَّبْرِ. Səbir etməyə heç kəsə səbirdən daha xeyirli və daha geniş, yəni daha bol nemət verilməmişdir. Yəni bizim bu mövzuya aid olan cümlə də məhz budur. Və bu hədisdə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm əsasən üç əxlaqi xüsusiyyətə, xislətə təşviq etdi. Birincisi iffətli olmağa, ikincisi insanların əlində olana göz dikməməyə, üçüncüsü isə səbirli olmağa. Bu üç xisləti Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bu hədisdə, yəni sahabələrini buna rəğbətləndirir. Birinci iffətli olmağa gəlincə,
İffətli olmaq bizim Azərbaycan dilində ümumiyyətlə iffət dedikdə əsasən namus ağla gəlir. Yəni bizim Azərbaycan dilində iffət sözü yalnız namuslu olmaq mənasındadır. Həyalı olmaq mənasındadır. Amma ərəb dilində iffətli olmaq feili daha geniş mənadadır. Yəni iffətli olmaq, yəni özünü haramlardan qorumaq, iffətli olmaq, yəni demək namuslu olmaq, həmçinin həyalı olmaq, insanlardan istəməmək, insanlara ağız açmamaq. Yəni budur mənası. Yəni ərəb dilində iffətli olmaq mənası budur. Və Peyğəmbərimiz sallallahu əleyhi və səlləm deyir ki, kim iffətli olarsa, yəni iffətli olmaq istəyərsə, özünü buna can atarsa və çalışarsa, öz nəfsi ilə cihad edərsə, buna nail olmaq üçün Allah onu müvəffəq edər. Ümumiyyətlə, burada fikir versək, 3 xislət bayaq dedik qeyd olundu. İffətli olmaq, ondan sonra insanlara möhtac olmamaq, yəni özünü tox tutmaq, qənaətçil qani olmaq, azla qani olmaq və üçüncüsü də səbirli olmaq. Və fikir versək, bu 3 xislət, yəni hədisdən biz nəyi götürürük? Bu 3 xislətə nail olmaq üçün insan gərək öz nəfsini buna çalışdırsın. Yəni bu 3 xislət, çünki insanda olan əxlaqi xüsusiyyətlər ümumiyyətlə 2 cürdür. Var insanın təbiətidir, təbiəti belədir. Yəni elə insanlar var ki, o insan anadan doğuldu, məsələn, müəyyən bir gözəl bir xüsusiyyət onda olur. Məsələn, tələsməmək. Adam var, anadan gəlib, təbii xisləti bunun belədir ki, tələsmir heç vaxt. Adam da var, tələskəndir, məsələn, tələsir. Qərar verməkdə tələsir, bir şeydə tələsir. Bu təbii xislətdir. Elə xislətlər var ki, onları insan həyatda qazanmalıdır. Yəni onlar üçün, onları əldə etmək üçün, o xüsusiyyətlərə nail olmaq üçün öz nəfsi ilə cihad eləməlidir. Nəfsini ona məcbur etməlidir, çalışmalıdır. Və o xüsusiyyətlərdən biri də, 3'ü də burada qeyd olunub. İffətli olmaq, yəni namuslu olmaq, həmçinin bura aiddir. İnsanlara istəməmək, tox tutmaq özünü, həmçinin demək qənaətçil olmaq, qani olmaq, azla və həmçində səbir. Yəni səbirdə insan gərək özünü neynəsin, çalışdırsın buna. Və İmam Şeyxülislam İbn Teymiyyə bu hədis barədə buyurur ki, deyir, əl-istiğnə əllə yərcuva bi qalbihi əhədən. Yəni, Şeyxülislam deyir ki, burada istiğnə, yəni 2 şey qeyd olundu. Bir, qani olmaq, azla qani olmaq, qəlbi özünü tox tutmaq, yəni insanlara möhtac olmamaq. Biri də iffətli olmaq. Deyir ki, istiğnə bu qəlblə olur. Yəni insan öz qəlbində heç kimin, yəni qəlbində kiminsə əlində olana demək meyil etmir qəlbində. Yəni qəlbən ona meyil etmir. Qəlbində onu arzulamır. Özündə olanla kifayətlənir. Və həmçində başqasında onda olmayan bir mal, dövlət, əsasən mal dövlətdən söhbət gedir. Var deyən özünü onun yanında aşağı görmür. Özünü tox tutur. Qəlbən özünü həmişə neyniyir? Yəni, və hətta qıraqdan baxan ona nə fikirləşir? Deyir, yəqin bu insan varlıdır. Yəni, başqa bir, belə deyə, başqa bir imkanlı bir insan, maddi cəhətdən ondan üstün olan bir insan gəldikdə, onun əlindəkinə göz dikmir və fikirləşmir ki, bu buna nəsə versin. Yəni, ondan ummur. Özünü elə göstərir ki, hətta o varlı insan baxır, fikirləşir ki, yəqin bu məndən də varlıdır. Yəni, bu cür, yəni burada bu qəsd olunur. Yəni, kim özünü bu cür tutarsa, bu cür edərsə, Allah ona varlı edər. Nə deməkdir? Yuğnihillə, yəni qəlbən, qəlbində onu. O deməkdir ki, Allah ona verə də bilər, söz yox. Amma burada qəsd olunur ki, Allah onun qəlbinə elə bir varlılıq verər ki, o həqiqətən də
demək özünü bəlkə o insandan da varlı hiss edir. Yəni o insan bəlkə var dövləti var, hələ o cür onun kimi hiss eləmir özünü. Və ona görə də başqa bir hədisdə nə deyir? Əl-ğinə ğinəl qalb. Keçən hədisdə dərsimizdə qeyd etdik. Yəni əsl varlılıq qəlbin varlı olmasıdır. Yəni insan ola bilər ki, var dövləti var, amma qəlbən varlı deyil. Və ona görə də həmişə baxırsan, demək, başqalarında gözü var və yaxud heç vaxt özün razı, əlində olanla qane deyil. Amma insan da ola bilər ki, əlində o müəyyən qədər mal var, amma onunla qanedir və özünü tox tutur, Allaha həmd edir. Və həmçinin iffət də belədir. Yəni iffət, sonra İbn Teymiyyə qeyd edir ki, وَالْاِسْتِعْفَافِ أَلَّا يَسْأَلَ أَحَدًا بِلِسَانِهِ. Yəni isti'faf dillə olur. İstiğnə isə qəlblə olur. Yəni qəlbən tox olmaq bu istiğnədir. Yəni özünü varlı, qane olmaq. Amma isti'faf isə nədir? İnsanlardan istəməmək. Dillə istəməmək. Və kim əgər öz ehtiyacını insanlara, Allaha təvəkkül edər və insanlara ağız açmazsa və səbr edər, dözər, yəni bugünkü mövzumuz da məhz ondandır, o Allah Teala ona yardım edər, müvəffəq edər onu iffətli olmağa. Necə ki, Bəqərə surəsində Allah Teala nə deyir? Sədəqələr barədə لِلْفُقَرَاءِ الَّذ۪ينَ لَا يَسْتَطِعُونَ ضَرْبًا necə də ayə? لِلْفُقَرَاءِ الَّذ۪ينَ اُحْسِرُوا ف۪ي سَب۪يلِ اللّٰهِ لَا يَسْتَطِعُونَ ضَرْبًا فِي الْأَرْضِ يَحْسَبُهُمُ الْجَاهِلُ أَغْنِيَاءَ مِنَ التَّعَفُّفِ. Sədəqələr o kəslər üçündür ki, o kasıblar üçündür ki, onlar səfərə çıxmağa imkanları yoxdur. Yəni Allah üçün səfərə çıxmağa imkanları yoxdur. لَا يَسْتَطِعُونَ ضَرْبًا فِي الْأَرْضِ يَحْسَبُهُمُ الْجَاهِلُ أَغْنِيَاءَ مِنَ التَّعَفُّفِ. Yəni onları tanımayan insan, onlar iffət-təaffuf, burada bax iffətli, yəni iffətli olduqlarına görə tanımayan insan onları varlı sanar. Tə'rifuhum bisimahum, onları deyəsən simalarından tanıyarsan, la yes'alunən nəsə ilhafə. Onlar insanlardan istəməzlər. İlhaf yəni dönə-dönə istəməzlər. Yəni ilhaf yəni israrla istəməzlər insanlardan. Və ona görə də bu hədisdə Peyğəmbərimiz sallallahu iffətli olmağa yönəltdi. Və sonra dedi ki, insanlara möhtac olmaq istəməyən, yəni özünü varlı tutan insanı Allah heç kəsə möhtac etməz. Və sonra buyurdu ki, səbir etməyə çalışan kimsəni Allah səbirli olmağa müvəffəq edər. وَمَنْ يَتَصَبَّرْ يُصَبِّرْهُ اللّٰهِ. Yəni kimin başına bir müsibət gələrsə və ya kasıblıq və s. bəla və yaxud itaətlərə, ibadətlərə, yəni bunlara da səbir lazımdır. Çünki biz keçən dərsimizdə qeyd etdik ki, səbrin 3 növü var. Var, demək, itaətlərdə səbir etmək, yəni itaətlərdə davamlı olmağa səbir etmək. Sonra haramlardan çəkinməyə səbir etmək. Bir də Allahın qəza qədərinə, yəni başına gələn müsibətlərə səbir etmək. Yəni kim bunların hər birində özünü səbir etməyə təşviq edərsə, sövq edərsə və çalışarsa səbir etsin, Allah onu müvəffəq edər. Allah onu müvəffəq edər səbir etməyə. Kim hansısa bir ibadəti yerinə yetirməyə səbr edərsə, Allah onu müvəffəq edər. Kim haramlardan çəkinməyə səbr edərsə və çalışarsa, Allahdan yardım istəyərsə, yəni burada tək nəfsi buna məcbur etməkdən əlavə Allahdan yardım da istəmək lazımdır. Çünki Allahdır müvəffəq edən. Allahdan yardım edərsənsə, istəyərsənsə və Allaha dua edərsən, Allahım müvəffəq elə səbr etməyə, xüsusən bugün gün dövrümüzdə haram işlərə yetişmək, haramlar çox rahatdır. Buna böyük səbir lazımdır ki, insan bu haramlara əl atmasın. İnternetdə bircə, belə deyək, bir yerə klik eləmək kifayətdir ki, haram bir yerə girəsən, məsələn. Amma insan səbr edir. Bilir ki, Allah onu görür. Bilir ki,
Allah Taala onun etdiyi əməllərdən xəbərdardır və bilir ki, bu haramdır və bu onu günah yazdırır buna görə. Səbr edir və Allahdan da səbr istəyir. Və Allah da onu müvəffəq edir. Və həmçinin bəlalara, müsibətlərə insan kasıb ola bilər, insan xəstə ola bilər, başına bir müsibət gələ bilər. Əgər insan özünü səbr etməyə, nəfsi ilə mübarizə apararsa və Allahdan yardım istəyərsə, Allah onu həmin başına gələn müsibətə səbr etməyə müvəffəq edər. Və sonra Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurdu ki: وَمَا أُعْطِيَ أَحَدٌ عَطَاءً خَيْرًا وَأَوْسَعَ مِنَ الصَّبْرِ. Heç kəsə səbirdən daha xeyirli və daha bol nemət verilməmişdir. Yəni, bəlalar üz verəndən sonra. Yəni, bəla üz verməmiş, sözsüz ki, afiyət daha böyük nemətdir. Amma bəla üz verərsə və bəla üz verəndən sonra Allahın qəza və qədəri ilə səbir, Allah kimə səbir vermişsə, həqiqətən də bu hədis ona aiddir. Allah Taala ona deməli daha xeyirli və daha bol nemət verməmişdir. Yəni səbirdən daha bol nemət. Hətta İbn Teymiyyə deyir ki, əgər bir insana Allah Taala bir şeyini əlindən alarsa, yəni bir neməti əlindən alarsa və ona həmin neməti itirdiyinə görə səbr etməyi müvəffəq edərsə, Allahın onu səbrə müvəffəq etməsi o əlindən aldığı nemətdən daha böyükdür. Allah Taala onu səbrə müvəffəq etməsi o əlindən aldığı nemətdən daha böyükdür. Ona görə səbr etmək böyük savabı var. Səbr etməyin böyük savabı var. Və çünki səbr etməyən insan neyniyir? Səbr etməyən insan biz görürük, şahidi oluruq günümüzdə. Bəlalara səbr etməmək, baxırsan, Allaha asiliyə gətirib çıxardır. Zamanı söyürlər, bəziləri zamanı söyür. Bəziləri, əstəğfurullah, Allahı söyür. Hətta bunun da bir şahidi oluruq, o müsibətlər üz verəndə, elə səbir olmayanda. Hətta elə insan var, intihar edir. Səbir etmir, intihar edir. Ona görə də Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurdu ki, heç kəsə səbirdən daha xeyirli və daha bol nemət verilməmişdir. Və Həsən el-Basri'nin gözəl bir sözü var. Deyir ki, "Əs-sabru kenzun min kunuzil xeyr." Deyir, səbr etmək xeyir demək, kenzun necə tərcümə olunur? Biz doğru tərcümə edək. Demək, xəzinə, bəli, xəzinə. Dedik, səbr etmək xeyir xəzinələrindən bir xəzinədir. Yəni, xəzinədir. Və Allah la yu'tihillahu illa li'abdin kerimin. Allah onu yalnız kerim, yəni öz hörmətli qullarına verir. Hörmətli qullarına səbri verir. Və bu hədis barədə bu qədər, qardaşlar. Və bu hədisi Buxari və Müslim rəvayət edib. Yəni, hədis səhihliyində heç bir şübhə yoxdur. Növbəti hədis Suheyb ibn Sinan radiyallahu anhudan, Əbu Yahya Suheyb ibn Sinan radiyallahu anhudan rəvayət olunur. Və deyir ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurdu: "Əcəbən li əmril mu'min." Müminin halı necə də təəccüblüdür, qəribədir. "İnnə əmrahu kulləhu ləhu xeyr." Həqiqətən də onun hər bir işində onun üçün xeyir vardır. وَلَيْسَ ذَٰلِكَ لِأَحَدٍ إِلَّا لِلْمُؤْمِنِ. Bu da yalnız müminə xasdır. İn əsabəthu sərra şəkara və kənə xeyran lə. Belə ki, ona xoş bir şey nəsib olduqda, yəni xeyir bir hadisə baş verdikdə həyatında şükür edər və bu onun xeyrinə olar. Və in əsabəthu darra sabara fə kənə xeyran lə.
Ha belə başına bir müsibət gəldikdə səbir edər və bu da onun xeyrinə olar. Hədisi Müslim rivayet edib. Yəni bu hədis həqiqətən də hər bir mömin üçün müjdədir. Yəni bu hədis həmçinin imanın fəzilətinə dəlalət edir. Çünki burada söhbət mömindən gedir. Yəni bu hal yalnız möminə aiddir. Mömin olmayan kafir isə bunun əksidir. Kafir həyatının bütün mərhələlərində ona günah yazılır, günah qazanır. Mömin isə, yəni kafirin bütün həyat mərhələlərində onun üçün xeyirli deyil, şərdir, günah qazanır. Mömin isə həyatın bütün mərhələlərində, bütün hadisələrdə nə edir? Savab qazanır və onun üçün xeyirlidir. Ümumiyyətlə insanın Allahın qəza və qədəri ilə bu dünyada başına gələn hadisələr ya xeyirdir, ya şərdir. Düzdürmü? Başqa üçüncüsü yoxdur. Ya xeyir, ya şərdir. Və bu həm xeyir, həm də şər insan üçün imtihandır. Yəni insan elə bilməsin ki, yalnız müsibətlər imtihandır. Xeyir də imtihandır. Necə ki, Uca Allah bir ayədə buyurur ki, وَنَبْلُوكُمْ بِالشَّرِّ وَالْخَيْرِ fitnətən. Biz sizi imtihan etmək üçün şərlə və xeyirlə sınağa çəkərik. Sınağa çəkərik. Xeyirlə və şərlə və xeyirlə. İmtihan üçün. Və mömin insan bu hər iki halda Allahın rizasını qazanır. Belə ki, əgər başına bir xeyir bir iş gəldikdə şükür edir. Xeyir bir iş gəlir, şükür edir və bilir ki, bu xeyir Allahdandır. Və bilir ki, bu xeyri Allah verib ona. Bunu Allaha qaytarır. Demir ki, mənimdir. Mən buna layiqəm və s. mən eləmişəm. Allaha qaytarır və deyir ki, həm də edir Allaha, şükür edir. Və şükür tək dillə olmur. Yəni Allaha şükür etmək, tək dillə Allahım sənə şükür olsun deməklə bitmir. Həmçinin insan Allahın verdiyi bu neməti gərək ona itaətdə sərf eləsin. Yəni bu da şükürdəndir. Çünki şükür həm dillə, həm əməllə olmalıdır. Məsələn, Allah Teala kiməsə maşın nəsib etdi. Bu maşını o dili ilə şükür etməkdən başqa nə eləməlidir? Bu maşını ancaq Allaha itaətdə sərf eləməlidir. Haram işlərə sərf etməməlidir. Halal işlərə və yaxud Allahın rizasını qazanılan əməllərə sərf eləməlidir. Həmçinin digər əməllərdir. Yəni misal kimi gətirdim bunu. Digər nemətlər də belədir. Hər bir nemət. Adi göz neməti. Göz böyük bir nemətdir. Və çalışmalısan ki, bu göz nemətinin şükrünü sən onu Allaha itaətdə sərf etməklə şükür etməlisən. Harama baxmamalısan. Və hər dəfə harama baxanda fikirləş ki, Allah sənə bu gözü verib. Bir çox insanlar var ki, bu göz nemətindən məhrumdur və sən bununla harama baxırsan. Allah sənə bu neməti verib və sən bununla harama baxırsan. Onu harama sərf edirsən. Və bu insanı həqiqətən də çəkindirir. Yəni, günah əməl. Həmçinin əl, ayaq, digər nemətlər də belədir. Sağlamlıq neməti, elm. İnsan var, Allah ona elm verib, bu elmi nə edir? İnsanları azdırır əksinə, doğru yoldan. Məsələn, necə ki, İbn Qeyyim deyir, elm suyu şirin olan bir yağışa bənzəyir. Bu yağış acı bitkilərin acılığını biraz da artırır. Yəni şirin su yağış yağır, acı bitki, tikanlı bitki biraz da tikanlarını qabardır, biraz da acılığı artır. Şirin bitkilər isə, meyvələr isə şirinliyi artır. Ona görə də biz görürük, şahidi olur ki, bəzi insanlar müəyyən bir elmə nail olur, müəyyən bir dərəcəyə. Hələ demirik. Çünki ərəb dilini öyrənir biraz və s. başlayır mübahisə eləməyə, alimləri təkfir eləməyə, alimlərə dil uzatmağa və s. başlayır insanları azdırmağa. Özü düzgün yol tutmur, nəfsinə uyur və insanları da başlayır doğru yoldan yönətməyə, azdırmağa.
Yəni bu insanlar Allahdan qorxsunlar. Bu özü bir nemətdir. Allahın sənə verdiyi nemətdir, imtahandır. Allah Teala baxmaq istəyir ki, sən neyəcəksən bunu? İnsanları böyük alimlərin yoluna dəvət edəcəksən, hansı ki, alimlər də peyğəmbərlərin varisləridir. Yəni biz alimlərdən götürürük. Bizim yolumuz budur, sələfin yolu budur. Quran və sünnə alimlərin başa düşdüyü, sələfin başa düşdüyü kimidir. Sələf də kimdir? Sələf alimləri də günümüzdə, onlar da öz böyük alimlərdən götürmüşlər və onlar da beləcə bu silsilə gedir Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin sahabələrinə geri yetişir. Yəni budur qaynaq. Yəni bizim sələf deyəndə bu nəzərdə tutulur. Yəni biz sələfik dedikdə, sələfi biz xüsusi bir ayrıca firqə deyil bu. Biz özümüzü Peyğəmbər sallallahu əleyhi və səlləmin sələflərinə, yəni daha doğrusu sələf alimlərə nisbət edirik. Peyğəmbər sallallahu əleyhi və səlləmin davamçılarına. Və sələf də kimdir? Peyğəmbər sallallahu əleyhi və səlləm bizim sələfimiz. Səhabələr, tabiinlər, böyük alimlər, 4 məzhəb imamları, həmçinin onların dövründə yaşamış alimlər və s. Yəni bunlar hamısı bizim istinad etdiyimiz alimlərdir. Və ona görə insan, Allah ona bir nemət veribsə, insan bu neməti çalışmalıdır, Allah üçün sərf etsin. Həmçinin başına bir müsibət də gəldikdə, yəni insanın ikinci halı müsibət də ola bilər. Yəni insan həmişə varlı olmur, kasıblaşa da bilər. Həmişə sağlam olmur, xəstələnə də bilər. Həmişə sevinmir, kədərlənə də bilər. Və bu hallarda insan nə etməlidir? Səbr etməlidir. Səbr etməlidir, ilk növbədə çalışmalıdır. Allahı qəzəbləndirən sözlər işlətməsin və savabını Allahdan umsun, başa düşsün ki, bu bir imtahandır və Allahdan yardım istəsin, Allaha sığınsın və səbr etsin. Və sonra Peyğəmbər nə deyir? Peyğəmbər buyurur ki, وَلَيْسَ ذَٰلِكَ لِأَحَدٍ إِلَّا لِمُؤْمِنٍ. Yəni bu yalnız möminə aiddir. Yəni niyə insan bu şeyləri edir? Yəni ona bir nemət gələndə şükr edir, müsibət gələndə səbr edir. Çünki imanı var. Və imanın şərtlərindən də biri, əsaslarından da biri nədir? Qəza-u qədərə iman gətirmək. Qəza-u qədərə iman gətirmək. Yəni bizim həyatda başımıza gələn hər bir şey Allahın qəza və qədəri iləndir. Allahın istəyi iləndir. Və ona görə də mömin xüsusən burada qeyd olunur. Amma kafir isə belə deyil. Kafirə isə bir nemət gəldikdə deyər ki, bu mənimdir. Necə ki Allah Teala kafirin halını bəyan edir Fussilət surəsində. Allah Teala buyurur ki, لا يسأم الإنسان من دعاء الخير وإن مسه الشر فيئوس قنوط. Bir insan özünə xeyir dua etməkdən heç vaxt usanmaz, yorulmaz. Yəni burada kafir insandan söhbət gedir. Amma başına bir şər gəldikdə isə ümidsiz olar. Ümidsiz olar və Allahdan ümidini kəsər. Hər şeydən ümidini kəsər. Yəni ümidsiz olmaq nə deməkdir? Yəni artıq asi olar. Və sonra Allah nə deyir? وَلَئِنْ أَذَقْنَاهُ رَحْمَةً مِنَّا مِنْ بَعْدِ ضَرَّاءَ مَسَّتْهُ لَيَقُولَنَّ هَذَا لِي وَمَا أَظُنُّ السَّاعَةَ قَائِمَةً وَلَئِنْ رُجِعْتُ إِلَى رَبِّي إِنَّ لِي عِنْدَهُ lel-husna. Nə deyir? Deyir ki, Allah Teala başına gələn bəladan sonra özümüzdən ona bir mərhəmət daddırsaq, nə deyər? Bu mənim haqqımdır. Yəni bu kafirin halı belədir. Bu mənim haqqımdır və mən qiyamət saatının gələcəyini güman etmirəm. Rəbbimə qaytarılsam belə onun yanında mənim üçün ən gözəl nemət hazırlanar. Sonra Allah nə deyir? Biz kafirlərə nə etdiklərini mütləq xəbər verəcək və onlara hökmən ağır bir əzab daddıracaq. Yəni bu kafirin halıdır. Nemət gələndə deyir, bu mənimdir, mənim haqqımdır. Müsibət üz verəndə isə nə edir? Ümidsiz.
Və bu qədər qardaşlar, bu hədis barədə Allahdan diləyirəm ki, Allah Taala bizi eşidib faydalanlardan etsin. Allah Taala bizi sabit eləsin bu dində. Allah Taala bizi xeyir anında, yəni xeyir gəldikdə şükür edən və müsibətlərə səbr edən qullarından etsin. Və sallallahu alə nəbiyyinə Muhammedin və alə alihi və ashabihi ecmaîn.